Demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və sülh üçün bir vasitədir. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bugün səsvermədən sonra jurnalistlərlə söhbətində deyib. Seçkilərin regiona necə təsir göstərəcəyi ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, regionda dinc gələcəyə, əməkdaşlığa əmindir. Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz, Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq. TRIP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır deyə Paşinyan vurğulayıb. Paşinyan son vaxtlar Rusiya ilə Ermənistan arasında yaranmış gərginliyə də münasibət bildirib. O, Rusiya ilə münasibətlərdə gərginlik görmədiyini, bunun süni olduğunu bildirib. Rusiya ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Bu isə sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır deyə Paşinyan vurğulayıb. Xatırladaq ki, bugün Ermənistanda 18 siyasi qüvvənin, 2 blokun və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir. Ermənistanda 2.485.851 vətəndaşın səs vermək hüququ var.